ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyində aparılan danışıqların nəticələri ilə bağlı mətbuat üçün açıqlamalar verən Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov müzakirələrin effektiv olduğunu dedi. Araz Əzimov tərəflərin raketlərə qarşı müdafiə sisteminin inkişafı, Xəzər dənizinin təhlükəsizliyi, sərhəd nəzarəti və silahların yayılmaması kimi geniş məsələləri müzakirə edə bildiyini bildirdi. Müzakirələr olduqca faydalı olub. Uzun bir deməli siyahı tərtib olunubdur ki, bu siyahıda Azərbaycanı və ABŞ-ı maraqlandıran istiqamətlərdə tövsiyələr işlənilir. Araz Əzimov bildirdi ki, Birləşmiş Ştatların regionda maraqları geniş müzakirə edildi. Burada o, İranla bağlı məsələlər, regionda digər təhlükələr və riskləri qeyd etdi. Cənab Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları, baza prinsiplərinin müzakirə obyekti olduğunu dedi. Və bu müzakirələr əsnasında Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı prinsiplər bir daha nəzərdən keçirildi və qətiyyətlə bildirildi ki, bu prinsiplərin əsasını təşkil edən dövlətin ərazi bütövlüyünə hörmət bəsləmək prinsipidir ki, bu prinsipin beynəlxalq hüququn əsas prinsipi olması və münaqişənin həlli üçün olduqca strateji əhəmiyyət daşıyan prinsipi kimi tanınması prosesdə hansısa müvəffəqiyyətin əldə edilməsi üçün deməli, əvəz edilməz bir faktor hesab olunur və olmalıdır. Araz Əzimov Türkiyə-Ermənistan yaxınlaşması və bunun münaqişənin nizamlanması prosesinə təsirlərini şərh edərək bildirdi ki, məsələyə sadəcə başqa bir dövlətin işinə qarışmamaq prinsipindən baxılmamalıdır. Xüsusilə də Türkiyənin sərhədləri Ermənistanın işğalına etiraz olaraq bağladığını nəzərə alsaq, işğal kontekstindən kənarda hər hansı bir qərar müvafiq görünməyəcək. Birdən-birə verilmiş hər hansı bir qərarın nəticələrini hələ heç kim müəyyən etməyib, deyə Araz Əzimov fikrini tamamladı. Xarici İşlər Nazirinin müavini Azərbaycanın Türkiyə rəsmilərinin sərhədlərin işğal olunmuş torpaqlar azad olmadan açılmayacağı haqda verdiyi bəyanatlara ciddi yanaşaraq, bunun dost və qardaş Türkiyənin öz vədlərinə sadiq qaldığına işarə kimi qəbul etdiyini bildirdi. Cənab Əzimov Türkiyə və Azərbaycan arasında münasibətlərin regionun inkişafı üçün əhəmiyyətini vurğulayaraq bu münasibətləri Avropa-Atlantik inkişaf prosesi və Cənubi Qafqaz regionunun inteqrasiyası prosesinin aparıcı qüvvəsi adlandırdı. Cənab Əzimov bildirdi ki, əsas strateji məqsədlərdən biri ABŞ və Azərbaycan arasında terrorizmə qarşı mübarizə səylərinin gücləndirilməsindən ibarətdir. Onun sözlərinə görə Birləşmiş Ştatların Əfqanistanda strategiyasına dəstək verən Azərbaycan, bu ölkənin təhlükəsizliyinin gücləndirilməsi işinə töhfə olaraq qeyri-hərbi yardımın mümkünlüyünü nəzərdən keçirə bilər. Eyni zamanda Cənab Əzimovun sözlərinə görə Azərbaycan öz silahlı qüvvələrinin təhlükəsizliyinin qorunmasında da maraqlı tərəfdir. Bunu nəzərə alaraq Azərbaycan NATO ilə tərəfdaş ölkəni birləşdirən əlaqələrin daha da inkişaf etdirilməsi və bunun hüquqi çərçivəsinin təkmilləşdirilməsinə dair öz təkliflərini ABŞ tərəfə çatdırıb, deyə Araz Əzimov bildirib.